Salam hörmətli izləyicilər, aprel ayının ortasında təşkil xoş gördük sizləri. Bu tərəfə geçdik, arxaya dedik ki, hər şey yaxşı olar. İndi Kərəmə ağlamaq tutub. 100 metrdən çox dəmir turmal partlayıb oradan buradan. Üstündə də steklavat var. Heç bilmirik partlaq hardandır. Gələk hamısını bir açaq. Görək hardan da partlamış yer bağlayaq. Sonra onları da üstünə. Buradan 4-5 metr məsafə ilə açmışıq. Belə üz yuxarı çolğa gəzərdi. Buradan daşdan bir neçə yerdən var. O tərəfdən getdim, baxdım. Ən azı 5 yerdən də oradan. Bu vəziyyətdə bıraxsaq da biraz su gedər. Ancaq elə ki, su azaldı dərədən, hamısı buradan yerə gedəcək. Bugün çox əziyyət çəkdik. Tezdən günortaya qədər işləmişik. Qışdan çıxmış adam, heç birimizin iş qabiliyyətimiz tam vəziyyətdə deyil. Nəfəsim də kəsilir, biraz yoxuş çıxmışam. İlanlı dağın möhtəşəm mənzərəsi var buradan. Ən gözəl şəkilləri, videoları buradan çıxır. Buradan neçə şəkil çəkmişəm, götürüb sosial şəbəkələrdə paylaşıblar. İlin bütün fəsillərində nə vaxt bura gəlmişəm, bir video, bir neçə şəkil. Hava da bura çox sazaqdır, bəlkə qışda. Ona görə möhkəm donub bura. Yoxsa günəvər yerdir. Ola bilsin ki, turbanın içi ilə az su gəlib, günüz açılıb. Axşam yenə gələn su donub ki, vurub hamısını partladıb. Hələ bir dəfə qaynaq aparatı gətirdirib buradan işlər görmüşük. Ədalət neçə yerdən svarkalayıb. Deyəsən ona yenə ehtiyacımız olacaq. 2007-ci ildə elə bu vaxtlar idi. Aprel ayının 18-də işə başladıq. Bu dəmir turbaları hətəmlə bir-bir daşımışıq bura ikimiz. Biz suya başlayanda qar da yağdı. 18-də başladıq, may ayının 4-də suyu aparmışdıq həyətə. İşin əsas hissəsini mən görmüşdüm. 2 fəhləm var idi, Hənifə ilə Yusif. Bir də Qohmayarbadan kimi üzümüz tuturdu, 1-2 dəfə xahiş elədik. Kömək elədilər. Ancaq 100 mamaça yığılsa da güclü ona düşər. Bu videonu da yekunlaşdıraq, indi yüz yuxarı gedəcəm, oradan da növbəti videonla sizlərlə birlikdə olaraq.